Salam, hər vaxtınız xeyir. Bir dəqiqədə bir olimpiada sualı seriyası ilə növbəti üçüncü sualımıza baxırıq. Üçüncü sualda bizə bildirilir ki, 22 iyun tarixində günorta vaxtı eyni meridian üzərində yerləşən iki məntəqədə eyni anda günəş şüalarının 55 dərəcə buzaq altında düşür. Məntəqələr arasında ən qısa məsafənin 1 santimetrdə, deməli 14 milyon miqyaslı xəritədə neçə santimetr olduğunu müəyyən edin. Bu ifadəni oxuduqdan sonra biz ardıcıl şəkildə məsələni aydınlaşdırmağa çalışırıq. Belə ki, 22 iyun tarixində yay gün dönümüdür. Günəş isə xərçəng tropikinin, yəni şimal tropiki üzərində olur. Biz bu hissədə, yəni şimal tropikinin gördüyümüz hissə üzərində günəş şüalarının 90 dərəcə buzaq altında düşdüyünü qeyd edə bilərik. Və ardınca bizə lazımdır ki, müxtəlif məntəqələrdə 55 dərəcə bucaq altında düşdüyü məntəqələri tapmağa. Sözsüz ki, bu məntəqələrdən biri şimal tropikində şimalda, digəri isə cənubda yerləşdiyini təxmin edə bilirik. Və 55 dərəcə olduğu üçün ilk bizim bu məsələnin həllində aparacağımız addım 90-dan 55-ə çıxmaq olacaq ki, biz dərəcə fərqinə görə həmin məntəqələrin olduğu hissələri müəyyən edək. Və 90-dan 55-ə çıxanda 35 dərəcə qiymətini tapmış oluruq. Deməli, bu məntəqələr bizim verilən meridian üzərindəki deməli dayandığımız məntəqədən 35 dərəcəlik fərqə malikdirlər. Şimal istiqamətində bu asandır. Yəni 23.5 plus 35 dərəcə gələrək tapırıq və 23.5-in üzərinə 35 dərəcədə əlavə edəndə bu olur bizim üçün 58.5 dərəcə şimal deməli enliyi, 58.5 dərəcə şimal enliyi məntəqələrimizdən biridir. Digəri isə necə olacaq? Digərini tapmaq üçün belə bir yol öyrədəcəm sizə. Deməli, verilən günəşin olduğu məntəqə hansı məntəqədir? 23.5. 23.5-dən çıxırıq 35-i. İndi sual verə bilərsiniz ki, bəs 35-i çıxanda axı mənfi alacaq. Mənfi almağımız bizim üçün deməli yaxşı əlamətdir. Çünki niyə? İndi o mənfini də izah edəcəm. Burada 23.5-dən 35-ə çıxanda mənfi 11.5 dərəcə almış oluruq. 11.5 dərəcə. Əgər bunun qarşısındakı bizim mənfini görürüksə, həmin məntəqənin digər yarımkürədə olduğunu görürük. Yəni şimal yarımkürəsi isə cənub, cənubda da şimal. Deməli, bu bizə xəbər verdi ki, cənub 11.5 dərəcədə bizim ikinci məntəqəmiz yerləşir. 11.5 dərəcədə. Və ardınca artıq bu məntəqələr arasındakı ən qısa məsafəni tapın deyəndə sözsüz ki, fərqli yarımkürələr olduğu üçün bu məntəqələri ilk növbədə toplamalıyıq. 58.5 ilə 11.5-i toplayanda burada deməli 10.5-ləri də toplayanda 70 dərəcə qiyməti alırıq və ardınca biz 70 dərəcəni tapdıqdan sonra bizə lazımdır ki, deməli görək 70 dərəcə məsafə bizə neçə kilometr məsafəni verir? 1 dərəcəlik meridian qövsünün uzunluğunu xatırlayırıq. 111 dərəcə olaraq götürürük. Məsələn, şərtinə uyğun olaraq və burada 7770 kilometr məsafə alırıq. 1 dərəcəlik qövsün uzunluğuna uyğun olaraq. Və bu 7770 kilometri məsələdə necə tətbiq edəcəyik? Əvvəlcə biz 1 santimetrə burada 14 milyonu biz sözsüz ki 140 kilometr kimi qeyd etməliyik 5-0 sildikdən sonra və eyni ilə öz növbəsində məsələdə bildiyimiz 7770 kilometri də kilometrin altından qeyd edib santimetr hissəsinə x qoymalıyıq ki, cavabda bizi santimetri soruşulduğu üçün və x-imiz də burada bərabər olacaq hesablamamızdan sonra 55,5 santimetrə. Beləliklə sualımızın doğru cavabı A variantı olacaq.